Hər vaxtınız xeyirli olsun, hörmətli kanal izləyiciləri. Masazırda Abşeron Gənclər şəhərciyinə yaxın 5 otaqlı 2 mərtəbəli şəxsi həyət evi satışdadır. Ev tam təmirli vəziyyətdədir. Şəxsi evdir, özü üçün tikilibdir. Yəni satdıq məqsədi olmayıb. Bu evdə tam təmirli vəziyyətdə geniş işıqlı otaqları var. Ev 3 sota yaxın torpaq sahəsində tikilib. Göründüyü kimi evin üst görünüşü və belə bir üstünə də naves vurulub, həyətinə daş döşənib. Rahatlıqla həyətinə maşın saxlamaq olar və bağ içində bax belə bir yer saxlanıb ağac əkmək üçün. Bir daha evin üstünü göstərim. Bax belə geniş bir darvazası. Yaxınlıqda onu deyim kimi Abşeron mərkəzi poliklinikası yerləşir. Burada həyətində belə bir ayaq yolu, hamam otağı kimi istifadə etmək üçün də hazırlanıbdır. Evin üst görünüşü ilə, həyəti ilə tanış olduq və mərtəbələr arası monolit betonludur, kürsülüdür. Bir daha evin bax belə bir həyətini göstərim. Bu hissədən geniş bir həyəti qalıbdır. Ətrafda yaşayış evləridir. Məktəbə yaxın düşür. Evə daxil olduqda geniş bir dəhlizi və dəhlizdən sol tərəfdə belə bir geniş mətbəxi yerləşir. Evin dörd bir tərəfi qoşa daşla tikilibdir. Tam təmirli vəziyyətdədir. Tam şəxsi özü üçün tikilmiş evdir. Yəni keyfiyyətli materiallardan istifadə olunubdur. Döşəmə taxtadır. Burası zal otağı. Geniş bir zal otağı. Qapılar təmiz taxta qapılardır. Belə bir silmə sistemi kombi sistemidir. Göründüyü kimi genişdir. Dəhliz də çox genişdir dəhlizi. Hər bir bax burada da boşluqdur ki, şkaf yığmaq olar. Burada da bax belə bir geniş yataq otağı, pəncərələrə dəmir barmaqlıqlar qoyulubdur. Birinci mərtəbədə olan ikinci bir otaq fıstıqdan yığılmış pilləkənlərdir, taxta yığılıbdır, pilləkəndir. Burada birinci mərtəbədə yerləşən hamam otağı, mətbəx, kafelli göründüyü kimi. Tam təmirli vəziyyətdə. Çox gözəl, zövqlə təmir işlər görülüb. Pilləkən altında da belə bir qardırop yeri də hazır saxlanılıbdır. Və onu da qeyd edim ki, evin bax bu arxa hissəsinə də keçməyə belə bir yer saxlanılıb. Burada kombi aparatın yeri üçün hazır vəziyyətdə saxlanılıb. Burada da belə bir torpaq yeri saxlanılıbdır ki, ağac əkmək də mümkündür. Demək, birinci mərtəbə ilə tanış olduq. İki geniş otaqları. Birinci mərtəbədə geniş mətbəxi, hamam otağı, geniş bir, bax bir daha göstərim, belə bir dəhlizi və fıstıqdan yığılmış ikinci mərtəbəyə qalxmaq üçün bax belə bir pilləkəni var. Pilləkən də lak vurulubdur, çox gözəl. İkinci mərtəbəyə qalxdıqda mərtəbə arası monolit beton, ikinci mərtəbədə döşəmə taxta sistemi, taxta qoyulubdur və burada bir yataq otağı. Otaqlar genişdir, çox genişdir. Kifayət qədər geniş bir yataq otaqları var. Burada digər bir yataq otağı ikinci mərtəbədə. Mən deyərdim ki, kiçik otaq budur. Bu da hardasa bir 15-16 kvadrat elə otaqdır. Burada balkonun çıxışı var. Belə bir geniş balkonu. Ətrafda göründüyü kimi hər bir yaşayış evlərdir və hər bir ətrafda demək olar ki, villa evlərdir. Böyük 2 mərtəbəli evlərdir. Burası ikinci mərtəbədə yerləşən geniş bir yataq otağı, yəni üçüncü bir otağı, ümumi beşinci bir otaq. Genişdir, tam təmirli vəziyyətdə. Ona bir daha qeyd edim, sənədlər tam qaydasındadır, şəxsi evdir, sahibi tərəfindən satılır. Sadəcə olaraq evin yaxınlığında deməli poliklinika yerləşir, Abşeron mərkəzi poliklinikası yerləşir, məktəb yerləşir, Bakı-Sumqayıt yoluna da çox yaxındır, məsafədədir. Gənclər şəhərciyinə də yaxındır. Yolu da tam asfaltdır evə qədər. Burası ikinci mərtəbədə yerləşən hamam otağı, mətbəx kafelli. Evin başlanğıc qiyməti 170 min manat deyilir. Real alıcıya indirim olunacaqdır.